bu Bəşər Əsədin belə deyək, doğulduğu və yaxud da belə deyək, dünyaya gəldiyi regionda ayaqlanmanın olması birbaşa işarədir ki, güya bunu Bəşər Əsəd eləyib. Amma Bəşər Əsəd İrana qaçmayıb, axı Rusiyaya qaçıb. Bəşər Əsəd İrana bu qədər bağlı olsaydı, İrana qaçardı. Yəni, dolayısıyla burada Bəşər Əsəd adı altında özlərini gizlətmək istəyən başqa qüvvələr var. Amma baxın, bu hücumun belə tələsik, belə deyək, qeyri-peşəkar, belə zəif hazırlanması həm də artıq o yatmış hüceyrələrin zəifliyindən xəbər verir. Yəni, yəqin ölçüb biçiblər. Əslində, belə ayaqlanmalar bir müddət vaxt tələb edir, hazırlıq tələb edir, maliyyə hazırlığı, silah-sursat hazırlığı və uzun müddət davam edir. Amma burada görsənən odur ki, bu tez tələsik, yəni o əllərindəki 3-5 nəfər də qaçmadan, itmədən belə bir ayaqlanma eləyək, sübut eləyək ki, yox, burada hələ şərait tam nəzarət eləmir, burada hələ dövlət strukturları işləmir, burada müxtəlif qrup maraqları var, filan var. Amma bu ondan xəbər verir. Amma əminəm ki, yəqin bu günə sabaha bu məsələ bir dəfəlik öz həllini tapacaq.